Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem Müslümanın Müslüman üzerinde olan hakkı 5'tir. Yani vacibdir ki Müslümanın hakkını versin. Vacibdir onun üzerinde. Bu hakları korumak lazım. Her bir Müslümana bu vacibdir. Birincisi salamı qaytarmaq. İkincisi xəstəni ziyarət etmək. Üçüncü cənazənin ardınca getmək. Yəni cənazəni təqib eləmək. Və dördüncü dəvət etsə icabət etməyin. Toya çağırır, əqiq məclisidir və s. Və həmçinin asqırdığı zaman ona dua etsin. Yarhamkallah deməsi. Bunlar bir Müslüman üzərində olan haqqıdır. Müslümanlar üzərində olan haqlarındandır. Yəni vacibdir. Bu haqları əda eləməlisən. Sənin boynundadır. Salam verdin, salamı qaytar qardaş. Bəzi adam var, küsür kimləsə salamını qaytarmır. Niyə qardaş? Və kiməsə xoşu gəlmir, salam verir, qaytarmır. Sən salamı qaytar. De ki, salam vermək müstəhəbdir, amma salam almaq vacibdir axı. Haqdır. Dedə, selamu aleykum, deməlisən, və aleykumussalam. Və ya məsələn, xəstə ziyarəti. Bir də görürsən, eşləyirsən, filan qardaş 3 gün, 5 gün yoxdur, xəstəymiş. Xəbəri, heç kim xəbəri yoxdur. Yaxın dostlarının belə xəbəri yoxdur. Deyək ki, o birləri başa düşdü, həmişə ünsiyyətdə olmur. Yaxın dostlarının belə xəbəri yoxdur ki, başqalarına xəbər edir ki, ay qardaşlar, filancı xəstələnir, gedək ziyarət edək və yaxud nəsə ehtiyacı var, dərmana və s. Belə şeylər çoxdur. Allah Resulü bir sahabəsini görməyəndə, subhanallah, 3 gündən artıq görməyəndə, haqqında soruşardım, maraqlarını, hanı filancı görmürəm. Bizdə bəlkə günlərlə, aylarla bir-birimizdə xəbərimiz yoxdur. Sonra eşidirik ki, xəstələnib xəstəxanadadır. Ayağı sınıb, məsələn, belədir. Bir problem var, borca düşüb, nəsə olub və s. və ilaxır. Evində qəm-qüssə, kədər var, kimisə itirib ailəsindən. Bu problemdir. Müsəlmanlar bugün bir-birlə hallarda yanmalıdırlar, maraqlanmalıdırlar. Həmçinin cənazədə iştirak eləmək. Cənazə iştirak eləmək böyük savabdır, müsəlman haqlarındandır. Bir də görsən, adətən bəzi qardaşlarda, həmişə yox şükür Allah, həmişə deyil, lakin bəzi hallarda üzücüdür. Namaza hamısı gəlir cənazə namazına. Bastıranda 5-10 nəfər qalır. Bu doğru deyil, qardaşım. Mənzərə yaxşı görsənmir də, nə olur, dəfin də o qədər adam iştirak eləsin. Sonra yarısı iştirak eləsin də. Haqlardandır, qardaşım. Elə hamı geçsin, cənazə qalsın ortada, doğru deyil axı. Üzrün yoxdursa, gedədə bir işin yoxdursa, bekarsansa qardaş, vaxt hava bilirsənsə, necə ki, namazı qıldın, get həmçin dəfn elə. Bu deməsinlər ki, nə oldu, elə namazı qılıb, cənazəni orta qoyub getdilər. Biləsən, sən Allahın bəndələri ilə necə rəftar edirsənsə, səninlə də rəftar olunacaq. Sən qayğı göstərsən, rəhmli olsan, sənə qarşı el olacaqlar. Allah da sənə qarşı rəhmli olacaq, bəndələr də həmçinin. Və həmçinin nə gəlir? Dəvəti icabət eləmək. Qonaq çağırsa, qardaşım, get. Üzrün varsa, üzrxahlıq edəcəksən, lakin belə bekarsansa, get, demə, yox, gəlmirəm, həvəsim yoxdur. Xüsusən toya çağırırsa. Oruçsansa, inciməyəcəksə, get, dua elə. Amma iştirak elə, başa biraz oturub gələsən. Yox, əgər fikirləşsən, bir də nəsə ağına pizdən gələr, niyə gəlmədi və niyə yemir, orucu açacaqsan. Amma gedib iştirak etməyin lazımdır. Xüsusən, əgər toya çağırıbsa. Və sonuncu da nə oldu? Asqıranda yarhamukallah demək. Əgər asqırıb əlhamdülillah desə, yəni Allah həmd olsun desə, sən deyirsən ki, yarhamukallah, Allah sənə rəhm eləsin, vacibdir. Eşitdin, dedi, əlhamdülillah, yarhamukallah demək sənə vacibdir. Bu hamıya aiddir. Elə ki, məclisdə bir nəfər asqırdı. Hamı deməlidir, yarhamukallah. Amma salam fərqlidir. Məsələn, girdi, biri desə, əssəlamu aleykum, 3 nəfər və aleykumussalam desə, qalanlarına vacib deyil. Amma asqırmaq elə deyil. Asqırmaqda hamı bir-bir deməlidir, yarhamukallah, Allah sənə rəhm eləsin. Bunlar hamısı müsəlmanın haqlarındandır. Sən müsəlman qardaşlarınla necə olacaqsansa, səninlə də elə rəftar olunacaq. Həm Allah Taala səninlə elə rəftar edəcək, həm də bəndələri. Çünki Allahın müsəlman qullarına, mömin qullarına qarşı rəhmli, mərhəmətli və qayğıkeş olmaq lazımdır. Çünki bu ümmət Allah ən sevimli ümmətdir. Allahın da sevdiyi ümmətə qarşı hər birimiz gərək qayğı göstərək, mərhəmətli olaq, bir-birimizə canımız yansın. Ən azı dua ilə də, ən azından. Məsələ yerlər var ki, əlimiz çatmır kömək eləməyə. İndi görürsən Qəzza bölgəsində nə qədər müsəlmanlar əziyyət çəkirlər və digər elə ölkələr var ki, əlin çatmır orada kömək eləməyə. Qardaşım, dua eləyə də bilmirsən. Dua elə, bəzi yerdə müsəlmanları xatırlat. Ki, qardaşlarımız, orada müsəlman qardaşlarımız var. Onlar əziyyət çəkirlər, Allahın düşmənləri onlara əziyyət verir. Onlar üçün dua elə o müsəlmanlar üçün, Allahdan da qələbə istə, arzu elə. Dua elə, ya Rabbi, bu müsəlmanlara qələbə ver, o müsəlmanlar izzətli elə və bütün dünyada hamımız bir-birimizə gərək canımız yansın.
Yoxsa elə bəzi insanlar var, tükü də tərpənmir. Eşidir ki, falan yerdə bir hadisə baş verib, müsəlmanlarla bağlı tükü tərpənmir, heç bir reaksiya da vermir. Elə bir belə də olmalıdır, yəni adi bir şeydir baş verib. Xeyr. Müsəlmanlar hamısı bir-birinə qarşı qayğıkeş olmalıdır, mərhəmətli olmalıdır. Harada müsəlman gördün, problemini bildin, bacarırsan kömək elə. Ən azından belə kömək edə bilmirsən, heç olmasa dua elə və təşviq elə başqaları kömək eləsin. Ən mühüm, yəni müsəlman üzərində haqları var, bunlar hamısına riayət etmək lazımdır.